Qazi Vüqar Hüseynovun metro yaxınlığında corab satmasını iddia edən növbəti video yayılıb. Görüntülərin 141 sayılı marşrutda qeydə alındığı deyilir. Qazinin xəstə övladının müalicəsinə görə pula ehtiyacı olduğu, məhz bu səbəbdən corab satdığı bildirilib. Qafqaz Info iddialarla əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiz Agentliyinə müraciət edib. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Tural Qurbanov cavab olaraq bildirib ki, Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu 2022-ci ildən müharibə veteranı kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqaüdlə təmin olunur. Ona müharibədə aldığı xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi edilib. Onun əlilliyinin qiymətləndirilməsi üçün Dövlət Tibbi Sığorta və Ekspertiz Agentliyinə müraciətlərinin hər birinə baxılıb. Sağlamlığında əlillik əlamətləri olmadığına görə müvafiq qərar verilib və özünə bu barədə ətraflı məlumat verilib.